Sənin kafirlərdən fərqin var. Səninlə Allah başqa cür davranır. Sən bismillahsız bir tikə yeyərsən, həzm eləməzmədin onu. Sən deyə bilərsən ki, əşi, o qədər Allahı tanımayan var, bismillahsız basıb 100 ildə yaşayır, canda salamatdır. Cavab budur ki, Allahı tanıyanla Allahı tanımayanın hesabı Allah yanında başqadır. Davranış prinsipləri başqadır. Allah kafiri qalib eləyir. Görsən kafir qələbə çalır. Necə qələbə çalır? Təvəkkülünə görə yox. Bacarığına görə. Kafir bacarıqlı olsa uğur qazanır. Düzdür? Belədir. Mömində isə uğur qazanmağın bacarıqdan əlavə bir də şərti var, Allaha təvəkkül. Mömin bacarıqlı olsa, təvəkkülü zəif olsa uğur qazanmır. Deyə bilərsən, bu bursu qazanır. Bundan hesabı başqadır. Bundan tələb olunan budur ki, bu bacarıqlı olsun, çalışqan olsun, dəqiq olsun, ruzu qazanacaq. Mömin neysə ki, deyir axı mömin, iman əhli. Sənin dostunla, düşməninlə münasibətin fərqi var ya yox. Dostla bir hesab kitabın var, düşmənlə bir. Dostdan bir gözləntin var, düşmənlə bir. Allah da belədir. Allah dostlarından başqa gözləntidədir. Möminə deyirsən, bacarığın kifayət eləmirsən, həm də mənə təvəkkül eləməlisən. Bu biraz çətin olur, amma nəticəsi daha bərəkətli olur.